Mənə dünən belə bir şərh gəldi. Mən əlbəttə ki, bu şərhi hater şərhi kimi qəbul eləmirəm. Əksinə anlayıram ki, izləyicilər öz fikirlərini deməkdə sərbəstlər və öz istəkləri tipli stilləri də tələb eləyə bilərlər müəyyən mənada. Amma bu mövzu ilə bağlı biraz daha ətraflı cavabım var deyə videoda çəkmək istədim. Baxın, mən müxtəlif kontent yaradıcılarına dediyi kimi belə bir şey də eləyə bilərəm və izləyicilərimi media tənqidi kimi çox çətin və abstrakt bir mövzunu uzun-uzun izləməklərinə səbəb olmağa bəlkə də çalışa bilərəm müəyyən qədər. Amma yəni düzü istəmirəm. Çünki mən bir media tənqidçisi olaraq medianın və sosial medianın bizim hərəkətlərimizə, düşüncələrimizə, davranışlarımıza səbəb olduğunu anlayan, bunu araşdıran bir insan olaraq mənə xoş deyil ki, mən insanlara uşaq kimi davranım. Yəni mən şəxsən inanmaq istəyirəm ki, məni izləyən insanlar və yaxud ümumiyyətlə sosial medianın artıq çox kiçik bir kütləsi yox da, böyük bir kütləsi hələ də onların üzərinə musiqi effekti, bir dənə buradan keçiş, bir dənə buradan şəkil atmasaq belə onlar bizi izləyə bilirlər. Çünki düzünü bilmək istəyirsinizsə, mən dediyim kimi bu mövzunu araşdıran bir insan olaraq mən insanların bu qədər çox ayda mən də 3 saniyədən çox heç nəyə baxa bilmirəm deməklərinə çox pis oluram. Bu doğrudan narahatlıq yaratmalıdır. Çünki bu bizdə birdən-birə yaranmış bir şey deyil də, bu süni olaraq bizə yaradılan bir vərdişdir. Platformaların TikTok, Instagram, YouTube Shorts və bu qəbildən olan bütün platformaların bizdə yaratmaq istədikləri bir vərdiş idi və bunu yaratdılar. İllərlə yavaş-yavaş o zəhri belə deyək, o zəhəri qanımıza yavaş-yavaş verirlər. Və dediyim kimi bu qorxuducudur. Yəni TikTokda oturub 1 saat ərzində 500 kontentə baxmaq, tanımadığımız 200-300 insanın istehsal elədiyi fikirləri dinləmək və yaxud da ümumiyyətlə kontenti görmək, yəni bizim beynimiz bunun üçün dizayn olunmayıb, düz deyil. Yəni ona görə də uzun sözün qısası, yəni mən oyunu qaydalarına görə oynamaq istəmirəm. Mən insanlara uşaq imişlər, iradələri yox imiş və onların hamısı belə deyək də bu olduqları interfeysin quluymuşlar kimi davranmaq istəmirəm. Yəni bu arada bilirəm ki, şərh tam olaraq bu mənaya gəlmir, amma həm də fikirləşdim ki, müəyyən qədər ümumi baxa bilərəm bu şərhə. Məsəl üçün, mənim öz onlayn kursumda 6 video var. Bu 6 videonun ən az deyəsən 3-ü 20 dəqiqədən çoxdur və əlbəttə ki, sözsüz ki, burada mən insanları saxlamaq istəyirəmsə 20 dəqiqə, orada bir canlılıq, orada bir dinamika olmalıdır və həmin videolarda mən prezentasiyalarla işləyirəm, şəkillərlə işləyirəm, müxtəlif belə deyək, vizuallarla işləyirəm, həmçinin rənglər və s. Çünki bu doğrudan vacibdir. Çünki insanları orada saxlamalısan. Amma məsələn biz universitetdə mühazirə deyən müəllimin balet oynaya-oynaya bizə dərs keçməyini gözləmirik də, düz deyil. Və yaxud da bir əlində oyun açıb bir nəsə danışmır da, ya müəllim maraqlı təqdim edir, ona qulaq asırsan, və yaxud da müxtəlif interaktiv şeylər edir, ona qulaq asırsan, və yaxud da qulaq asmırsan, mövzusuna maraqsız gəlir. Yəni əslində mənim də sosial mediada mənim istifadəçilərimdən, məni izləyən insanlardan gözləntim biraz budur. Düzdür, hər zaman izləyicilərin kontent yaradıcılarından olan gözləntilərindən danışırıq, amma mənim də bir kontent yaradıcısı olaraq izləyicilərdən gözləntim budur ki, yəni biz insanlar olaraq bu qədər bəsit və interfeyslərə uduzacaq qədər məncə gücsüz deyilik.